Oruç tutmağın nə çətinliyi var ki? Heç bir çətinliyi yoxdur. Uzaqbaşı bir dənə gün ortanı yemirsən, qutardı. Səhər də yeyirsən, axşam da yeyirsən. Birdən səhər də yeməsəydin, axşam da yeməsəydin və yaxud da məsələn ancaq səhər yesəydin, axşam sunan, xurmanla iftar eləmək olsaydı, əlbəttə çətin olardı. Amma baxırsan, görürsən ki, səhər yemək yerində, axşam yemək yerində, bəzi oruc olub keçmiş ümmətlərdə ki, gecə vaxtı da müəyyən şeylər onlara haram olub, gündüz oruca haram olan kimi. O daha ağırdır. Daha ağırdır. Məsələn, görürsən, İslamın orucunda, Peyğəmbərimizin şəriətində, müqəddəs şəriətimizdə orucun bəzi o ağırlıqları götürülüb. Uhillə ləkum leylətəs-siyam ər-rəfəsu ilə nisaikum. Məsələn, Quran-ı Kərim buyurulur ki, orucluqda gecə vaxtı məhrəmlə münasibət insana, öz xanımı ilə, məhrəmi ilə münasibəti insana halal edildi. Amma keçmiş orucların bəzilərində bu iş gündüz olmazdı, heç gecə də olmazdı. Görürsünüz nə qədər Allah orucu yüngülləşdirib. Baxırsan ki, səhər yemək var, axşam yemək var. Bir dənə haram olanlar ancaq 12-13 saat haram olur, qutardı. Özü də ilin bir aydır, ilin 11 ay deyil. Orucluğa baxın, birdən ilin 11 ayı olsaydı çətinlik orada olardı. 12 ay var, bir ayın sən oruç tutacaqsan, 11 ay yiyib içəcəksən. Görürsünüz necə asandır. Mahiyyət etibarı ilə biraz baxırsan, çox asanlıq görürsən. Amma niyə çətin gəlir bəzilərinə? Çünki burada nəfslə mübarizə gedir ona görə. Çətinlik ondadır ki, hökm sənin istəyimin əleyhinədir. Bəli, beyaq dedik, 3 hissədən ibarətdir insan həyatı. Nəfslə yaşama, zövqlə, seçimlə yaşama, bir də tapşırıqla, göstərişlə yaşama. Göstəriş ona görə göstərişdir ki, o iki xüsusiyyəti var. Göstərişin iki xüsusiyyəti var. Və iki xüsusiyyəti olduğuna görə ağır olur, çətin olur. Göstərişin iki xüsusiyyətindən biri budur ki, həm nəfsi istəyin əleyhinədir, həm də seçimin və zövqün əleyhinədir. Ona görə tapşırıq olub da, tapşırıq əgər ürəyin istədiyi kimi olsaydı, zövqə uyğun olsaydı, seçimə uyğun olsaydı, onda da göstəriş olmazdı ki. Ali dərgahdan, əgər böyük tərəfdən sənə bir hökm gəlibsə, əmr gəlibsə, qadağa gəlibsə, deməli ki, o nədir? Ürək istədiyi kimi insan eləyə bilməyəcək orada. Zövqünlə, seçiminlə hərəkət eləyə bilməyəcək orada. Orada gərək tapşırıqla gedə. Bəli, tapşırıqla getməkdə bax bu iki xüsusiyyət var. Tapşırıqda ümumiyyətlə dediyim kimi iki xasiyyət var. Həm ürək istədiyin əleyhinədir, həm də zövqün və seçimin əleyhinədir. Ona görə tapşırıq olub, göstəriş olub. Bütün göstərişlər əgər ürək istəyənə uyğun olsaydı, əgər zövqə uyğun olsaydı, onda göstəriş sayılmazdı. Göstəriş ona görə göstəriş sayılır ki, onda bu ikisinə ziddiyyət var ona görə. Məsələn, hətta əxlaqi göstərişlər. Şər'i göstərişlər heç, əxlaqi göstərişlər. Əxlaqi göstərişlərin bir çoxu istəklə müxalifdir, istəyə uyğun deyil. Ona görə də əxlaqi göstərişlərə əməl eləmək biraz çətin olur. Məsələn, deyək ki, ədəb qaydaları var. Böyüyün yanında ayaq uzatmazlar. Adam elə istəyir, axı ayaqda uzatsın, bir dirsəylənsin, yarım saatdır, 1 saatdır oturub. Adam bu cür istəyir, axı. Amma yoxçun böyük var, ona görə də sən bu işi görməyəcəksən. Deyək ki, Quran-ı Kərim oxuyursan, istəyirsən məsələn bir dirsəylənib oxuyasan, ayaqları uzadasan, fikirləşirsən ki, yox, Quranın qarşısında bu ayıbdır, olmaz. Bəzi ədəb qaydaları var ki, o ədəb qaydaları əxlaqi göstərişlərdir və o göstəriş olduğu üçün çətindir. Niyə görə? Göstəriş diyor, çünki istəyə müxalifdir.